Dünyada indi nə baş verir? Əslində bizdə baş verənlər həm də dünyanın ümumi halından çıxan bir baş vermədir. Dünya yeni bir düzənə girmək istəyir, yeni bir düzənə hamilədir dünya. Dünya uzun illər universal dəyərlər və liberal düşüncə ilə idarə olunan dünya birdən-birə sərt, radikal, həm də biraz da maraqlarını aşırı şəkildə müdafiə edən bir sistemə keçid etdi və bu da mütləq və mütləq müharibələrlə sonuclanmalı idi. İndi yeni bir düzən yaradılır. Yeni bir düzən yaranır. Kim hesab edirsə ki, dünya çox böyükdür və hər kəs də müstəqildir, hər kəs də öz siyasətini istədiyi kimi aparır. Bu biraz sadəlövhlük olardı. Dünya vahid bir tamdır və dünyanın da bugün yiyəsi varmış kimi görünür. Qəbul etsələr də, etməsələr də bugün Azərbaycanda pul qazanırsan, nə qədər istəsən, tutaq ki, maaş alırsan, kartına yığırsan, gedib başqa bir xarici ölkədə o kartı vurub çıxardığında qazandığın və öz ölkənin manatı çıxmır, orada Amerika Birləşmiş Ştatlarının dolları çıxır. Demək ki, dünyanın yiyəsi var. Biz bəzən qəbul etmək istəmirik, biraz da fərqli şəkildə yanaşırıq. 2020-ci ildə bir şərait yarandı, dünyanın yeni düzənə hamiləliyi dönəmində Azərbaycan ustalıqla istifadə etdi, torpaqların işğaldan azad etdi, suverenliyini bərpa etdi. Bu da ağılın göstəricisi idi. Gələcək üçün də 2028-ci ildən sonra dünyada universal dəyərlərin müdafiə olunacağı və hakim olacağı dövrə ən azı maraqlar baxımından olacaq. Məsələn, Amerika Birləşmiş Ştatlarının rəqibi indiki kimi Rusiya və yaxud da İran olmayacaq. Onda Çin olacaq daha böyük və açıq rəqibi. Çindən isə insan haqlarına hörmət tələb olunacaq, demokratiya tələb olunacaq, qanunların aliliyi tələb olunacaq. Ondan onu tələb edəndə bizdən daha çox şeylər tələb olunacaq bizim kimi dövlətlərdən və yaxud da buna oxşar dövlətlərdən. Ona da biz hazır olmalıyıq, onda da o məsələləri elə şəkildə həyata keçirməliyik ki, biz ayaqlar altında qalmayaq. Bizim hazır olmağımız üçün nə lazımdır? Bizim hazır olmağımız üçün yaxşı strateji düşüncə lazımdır. Bu istiqamətdə konstitusiya islahatları lazımdır, bu istiqamətdə münasibətlər sistemini yeni mərhələyə çıxarmaq lazımdır, bu istiqamətdə siyasi münasibətləri tənzimləmək lazımdır, iqtisadi və sosial münasibətlər sistemində yeni addım atmaq lazımdır, Azərbaycanın demoqrafik balansını düzəltmək lazımdır. Görürsünüz, adi hamımız şəhərdəyik, şəhərin yükü nə qədərdir, kənd yerlərində nə qədər boşalmalar var və s. Bu demoqrafik yükü balanslaşdırmaq lazımdır. Azərbaycanın gələcəkdə təhlükəsiz qida sistemini yaratmaq, Azərbaycanın ərzaq məhsulları ilə özünü təmin etməsi istiqamətində sürətli keçidlər etmək, kənd təsərrüfatına çox ciddi investisiya qoymaq, Azərbaycanda insan haqlarının qorunması, məhkəmələrin azad olunması, korrupsiya və rüşvətxorluğun qorunması və sıradan çıxarılması istiqamətində sistemli addım atmaq, özünü idarə etmə orqanlarına səlahiyyət verib, məsuliyyəti dövlətin üzərinə yox, vətəndaşın seçdiyi şəxslərin üzərinə qoymaq lazımdır. Tutaq ki, icra hakimiyyəti təyin olunan orqanda icra hakimiyyətinin üzərinə məsuliyyət qoymaq lazım deyil, bələdiyyənin üzərinə qoymaq lazımdır. Vətəndaş seçməlidir, sonra o seçkiyindən tələb etməlidir, o seçkiyi də məcbur olub gələcək seçkilərdə siyasi iddiası varsa iştirak etmək naminə vətəndaşın ondan istədiklərini və vətəndaşın maraqlarını təmin etməlidir. Biz bunları etməliyik qısaca.